Salam, hər vaxtınız xeyirli olsun. Masazırda Yeni Bakıya və Qurtuluş Yaşayış kompleksinə yaxın belə 5 otaqlı, 3 mərtəbəli. Hər mərtəbəsi monolit betonlu, hətta lap baş hissədə də şiferin alt hissəsidir. Yəni orada monolit betonludur. Belə bir qarajlı həyət evi satılır. Sənədlər tam qaydasındadır. Bax, bura qarajı, evə giriş oradandır. Görsünüz kimi darvazadan və evdə əl qapısı qoyulubdur ki, oradan evə daxil olursan, həyətə, yəni maşın saxlanılır. Əlavə də bax, bu hissələrdən də istifadə etmək olar. Geniş bir ərazi saxlanılıb. Kommunal xətlər mərkəzidir. Hər bir kanalizasiya sistemi çəkilib, kommunal xətlərin hər biri çəkilib. Evlə, yəni evin üst görünüşü ilə tanış olduq. İndi isə evin içərisinə daxil olaq. Onu da qeyd edim ki, evin sənədləri tam qaydasında, evin də torpağında sənədləri tam qaydasındadır. İpoteka ilə də bu evi asanlıqla əldə etmək olar. Və evə daxil olduqda geniş dəhlizi, otaqların hər birisinin qapısı dəhlizi açılır. Bax, sol tərəfdə zal otağı yerləşir. Geniş bir zal otağıdır. Hər bir otaqda kondisioner üçün işıq xətti çəkilir və TV üçün də işıq xətti çəkilibdir. Göründüyü kimi geniş bir mərtəbələr arası monolit betonludur. Döşəmə birinci mərtəbədə isti poldur. Bura mətbəxi, geniş bir mətbəxi var. Bura isə birinci mərtəbədə ikinci bir otağı, geniş bir otaqdır və hamam otağı. Birinci mərtəbədə mətbəx kafeldir və onu da qeyd edim ki, göründüyü kimi güz-güzə qoyulubdur hamam otağının qapısına və pilləkən altında da belə bir şkaf yerləşdirilib. İkinci mərtəbəyə qalxdıqda 3 yataq otağı yerləşir və burada isə hamam otağıdır. İlk öncə hamam otağını göstərim. Mətbəx kafelli göründüyü kimi bu ikinci mərtəbədə və 3 yataq otağı. Otaqların da hər biri göründüyü kimi genişdir, işıqlıdır. Hər birinə gün işığı düşür. Burası geniş bir yataq otaqlarıdır və qeyd etdiyim kimi də hər bir otağa kondisioner üçün də və TV üçün də işıq xətti çəkilibdir. Burası üçüncü bir yataq otağı, ikinci mərtəbədə kifayət qədər genişdir, çox genişdir otaqlar. Bura balkona çıxışı, sənədlər tam qaydasındadır və evin başlanğıc qiyməti 125 min manat deyilir. Real alıcıya endirim olunacaqdır.